Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən emal müəssisələrinin birinin ekologiyaya ziyan vurması ilə bağlı qaynar xəttimizə şikayət daxil olub. Müəssisənin yaxınlığında yaşayan sakinlərlə əməkdaşımız Rəşad Vəkiloğlu həmsöhbət olub. Sakinlər sizdən şikayətçidir ki, ekologiyanı çirkləndirirsiniz, nəticədə iyi qoxu evlərə dolur. Bir dənə zəhmət olmasa açın qapını da. Bu ocaqlarda qalamamızın məqsədimiz, yəni yayılan bu həyətimizə yayılan biz milçəkləri qovmaq üçün yayılırıq ki, heç olmasa bir həyətdə hər hansı bir ağac əkmə işlərinə mi deyim, və ya da ki, hər hansı bir paltar sərmə işi olduğu zaman müvəqqəti olaraq yandırırıq ki, həminlə də heç olmasa biz milçəklər qovulsun. Plastik tullantıların emal müəssisəsinin ərazisində antisanitar vəziyyət hökm sürür. Görüntülər Xətai rayonu Gəncə prospekti 749 ünvanında fəaliyyət göstərən Polycycle MMC-nin ərazisidir. Ərazidə qalaqlanmış tonlarla məişət tullantıları və hər gün təhlükədə olan burada yaşayan sakinlər. Bu ünvanda plastik məişət tullantılarının emalı həyata keçirilir, ancaq heç bir gigiyenik və ekoloji qaydalara riayət olunmadan və nəticədə də burada yaşayan sakinlərin sağlamlığı üçün böyük təhlükə yaranıb. Şahidlər deyir ki, başqa ərazilərdən daşınan tullantılar emaldan öncə günlərlə müəssisənin həyətində saxlanılır və bu da ərazidə üfunət, iynə, milçək və həşəratların çoxalmasına səbəb olur. Bu zibil tullantılar, yəni pusulkalar, yəni zibillikdən yığılır. Zibillikdə həmin vaxt onun üzərində qida qalıqları olacaq və yaxud da bilmədiyimiz hansı mikroblar olur. Və bu gətirilər bunu açıq sahədə saxlayırlar. Həmin bu açıq sahədə saxladığı müddət ərzində də ətrafa xoşa gəlməz bir qoxu yayılır və bərabərində də ki, milçəklər çoxdur. İnanılmaz çölə çıxıb, yəni bir paltar sərmək istəyən, həyatda bir iş görmək istəyən ən azından bir 10 milçəyi qovmağa çalışır. Milçək hansı ki, bu balaxanı zibilliyi burada yaradıblar. Onun sayəsində də milçəklər evlərə dolur. Hal-hazırda biz milçəyin əlindən evdə otura bilmirik, həyatda otura bilmirik və iyi qoxunun əlindən də heç mümkün deyil, nə yatmaq, nə durmaq. Bu hardasa 2 aya yaxındır ki, bu zibil əlindən burada iyidən qoxudan da yana bilmirik. Bundan əlavə, evlərin müəssisəyə daha yaxın olan sakinlər bildirir ki, emal zamanı ətrafı bürüyən pis qoxunun evlərə dolması dözülməz vəziyyət yaradıb. Butulkaları içəridə yuyurlar ilkin olaraq. İsti suyla və ya hər hansı bir rəngətlərdən yuyurlar. Həmin vaxtda isti buxar və suyun kontakt nəticəsində ətrafa dözülməz bir qoxu yayılır. Nəvələrim ikisi bu dəqiqə məsələn aparmışıq həkimə. Qara evdə yoxucu xəstəxanasına gedib yoxlaya da bilərsiniz. Adım familiyasında deyim, yoxlayın orada. Dünən də İsrağa gündə, daha sırağı gündə bu gün gecə saat 4-də də skor gəlibdi. İşləmə qusmadı. Bizə lazımdır ki, biz təmiz çıxıb nəfəs ala bilmirik, evin içində nəfəs ala bilmirik. Evin içində həmən o qoxu, bir qeyd elədiyi o qoxu var, qeyri-adi qoxudur, zibilin qoxusu. O evin içində olur. Şikayətçilər ərazidə hökm sürən antisanitar vəziyyətin aradan qaldırılması və ərazinin dezinfeksiya olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, eləcə də Xətai rayon icra hakimiyyətinə müraciət ediblər. Sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavab verib. Cavab məktubu da gördüyünüz kimi. Təbii ki, siz burada etiraf edirsiniz ki, fəaliyyət qanunsuzdur. Bir görünür və deyirsiniz ki, bunların hər hansı bir ekspertiza rəyi alması üçün bunlara Xətai rayon icra hakimiyyətindən isə bildirildi ki, daxil olmuş şikayət əsasında söz gedən müəssisə icra hakimiyyətinin əməkdaşları tərəfindən də baxış keçirilib. Biz tərəfimizdən də müvafiq qurumlarla əlaqə saxlanılıbdır. O barədə bir məlumat deyilibdir və sahibkar da xəbərdarlıq edilibdir ki, yəni bununla bağlı fəaliyyəti yalnız normalar və sənədləşdirmə müvafiq sənədləşdirmə çərçivəsində həyata keçirilə bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, aparılan araşdırmalarla sözgedən müəssisənin müvafiq ekoloji ekspertiza rəyi olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Faktla bağlı MMC-nin məsul şəxsi Hacı Quliyev barəsində akt, protokol tərtib edilib və 2500 manat məbləğində cərimə edilib. Bundan əlavə, müəssisənin işinin dayandırılması ilə bağlı ekoloji tələb verilib. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.